Deyəm, Barbaqın yorulmadı ekran sürüşdürməkdən, hə? Devirəm sən nə axtarsan. Əslində heç nə. Çünki axtardığın burada deyil. Sadəcə beynini aldatmaq və məşğul eləmək üçün ekranı sürüşdürürsən. Deyirəm, sən də bezmirsən. Lə xaricə getməliyəm kimi axmaq bir missiya qazanmısan. Bugün yenə nəğəşlə yolunda getmədi, hə? Ayda, görəsən necə edeyim? Rədd olun buradan dedin. Ən əsası da fikirlərin dəyər görülməyəndə, sən də bir fərd kimi heç kəs önəmsəməyəm deyə düşünürsən. Ədalətsizlik hissini yaşamağı heç onu demirəm. Ən acısı odur. Elə düşünürsən ki, buradan gedəndə onlar yaşamayacaqsan. Bəlkə də haqlısan, amma əslində getməyi heç o qədər də istəmirsən. Anda belə. Çünki istəsəydin, o xarici min dostların var elə. Çoxdan onların yanında vardı. Sən sadəcə getməklə qalmaq arasında qalmısan. Məncə sən o gedənlər kimi ancaq pulu qazanmaq üçün getmək istəmirsən. Çünki pulu burada da qazanacaqsan. O potensial səndə var. Onu görür və inanıram. Bəlkə də gedərək başqalarını cəzalandırmaq istəyirsən. Bəlkə də qalaraq özünü. Sənin bir hədəfin var. Onu da bilirəm. Amma hədəfə necə çatacağını bilmirsən. Burdanmı, xaricdənmi? Əslində bir söz var. Hara gələcəyini bilməyəndə hansı yoldan getməyin heç bir mahiyyəti qalmır. Çünki hədəfi olmayan gəmiyə heç bir külək kömək etmir. İndi də mənə həqiqətən uzaqlarmı istəyirsən, yoxsa uzaqlaşmağımı?